Avropa Parlamentinin 3 üzvü tərəfindən sanksiya çağırışı olub və bir sıra sosial şəbəkələrdə, demək ki, mətbuat orqanlarında məhz belə də gedib ki, Avropa Parlamentinin 3 üzvü, amma söhbət 3 üzvdən getmir. Onlar çox vacib üzvlərdir. Deməli, Avropa Parlamentində İnsan Haqları Komitəsinin rəhbəridir, bu 3 nəfərdən biri. Biri Cənubi Qafqaz Komissiyasının qrupunun rəhbəridir, biri isə Azərbaycan üzrə məruzəçidir. Yəni, Avropa Parlamenti qətnamə qəbul edəndə məhz bu 3 qurum rəy verir. Azərbaycan üzrə məruzəçi hazırlayır bir qayda olaraq, Cənubi Qafqaz qrupundan keçir və İnsan Haqları Komissiyası rəy verir. Bunu ona görə izah etdim ki, bugün 3 nəfər Avropa Parlamenti üzvü sanksiya çağırışı edib Azərbaycan rəsmilərinə qarşı informasiyası tam həqiqəti ifadə eləmir. Əslində, Avropa Parlamentidir. Avropa Parlamentinin bu işlə məşğul olan şəxsləri məhz bu 3 nəfərdir. Və onların mövqeyinin qətnaməyə çevrilməsi bir belə zaman söhbətidir. Ona bilsin ki, bu siyasət, indiki siyasət davam eləsə, yəqin ki, aylardan sonra Avropa Parlamentində növbəti Azərbaycana sanksiyalarla bağlı qətnamə olacaq. Bəs bu 3 nəfərin bircə bəyanatla çıxış etməsinin səbəbi nə oldu? Abzas media jurnalistlərinə amansız cəzanın verilməsi. Təsəvvür edin, 8-9 il müddətinə azadlıqdan məhrum edildilər. Bundan əvvəl də Tofiq Yaqubluya qarşı belə bir qəddar cəza verilmişdi. Həmin o bəyanatda bu da ifadə olunur. İndi hal-hazırda həmin o qondarma məhkəmələr davam edir. Çox güman ki, eyni ittihamların verildiyi Toplum TV kollektivinə, Meydan TV kollektivinə də belə amansız cəzalar veriləcək. İndi məhkəməsi artıq başlanmış Anar Məmmədli kimi, Rüfət Səfərov kimi, Azər Qasımlı kimi ölkənin tanınmış ictimai-siyasi xadimlərinə də çox güman ki, ağır cəzalar veriləcək. Ümumiyyətlə, Azərbaycan hakimiyyəti hər hansı formada islah olunmaq, insan haqlarına hörmətə yaxınlaşmaq kimi bir mesaj vermir. Əksinə, bütün deməli vasitələrlə qəddarlığı artırırlar. Hətta həbs elədikləri adamlardan da əl çəkmirlər. Biz vaxtaşırı deməli xəbərlər alırıq ki, həbs olunmuş insanların orada həbsxanada belə siyasi məhbuslara əlavə əziyyətlər verirlər. Bəzilərinə işgəncə tətbiq edirlər. Bəzilərini qanunsuz olaraq həbsxanalarda saxlayırlar. Bəzilərini qapalı rejimə keçirdirlər. Və bunu Avropa görür. Və indi artıq Avropa Parlamenti həmin bu 3 nəfərin simasında mesaj verdi ki, bizim təzədən səbrimiz başa çatır. Bir 6 aya yaxın idi ki, sanksiya söhbətləri yox idi. Niyə görə yox idi bu? Azərbaycanda vəziyyət yaxşı idimi? Xeyr. Azərbaycanda vəziyyət pis idi. Amma bu sanksiya söhbətləri mənim fikrimcə ona görə yox idi ki, dünyanın başı həddindən artıq qarışıq fokuslanmışdı, demək, Rusiya-Ukrayna savaşına və həm də Avropa bilmirdi ki, ABŞ-ın yeni administrasiyası Avropaya əvvəllər mübahisəsiz verilmiş təhlükəsizlik təminatından, belə deyək, o əvvəlki qədər mübahisəsiz olmayan da bu təhlükəsizlik təminatı Avropa necə eləyəcək? Biraz özlərinə başları qarışmışdı. İndi Avropa artıq toparlanıb. Nədən ibarətdir bu toparlanma? Bir, Avropa yenidən silahlanma proqramını qəbul elədi artıq. Sifarişlər verilib, büdcələr ayrılıb. Avropa ciddi şəkildə super hərbi gücə çevrilmək yolundadır. Zaman getdikcə Avropa bu məqsədinə yaxınlaşır. 2. NATO'da mühüm qərarlar verildi. NATO üzvləri olan ölkələr, əksəriyyət Avropa ölkələridir. Hərbi xərclərini ümumi daxili məhsulun 2%-dən 5%-nə qədərinə qaldırmaq haqqına qərar verdilər. Təsəvvür edin, bu çox böyük bir hərbiləşmə bir prosesidir. 3. Artıq Ukraynanın neçə müddətdir ki, ABŞ-ın demək olar ki, yardımları simvolik xarakter daşıyır. Neçə aydır. Və bu qədər müddətdə Ukraynanı aşağı-yuxarı müdafiə edə bilirlər. Ukrayna üçün çox ciddi resurslar səfərbər edə biliblər və Avropanın indi hal-hazırda biraz ətrafına baxmağa da imkanları yaranıb. Və bir də baxıblar ətrafda ki, biz özümüzə başımız qarışan zamanda, məsələn, Azərbaycan kimi repressiv ölkələrdə hökumətlər biraz da ağ eləyiblər. Bütün hədləri keçiblər artıq. Yəni, Azərbaycanın vətəndaş cəmiyyəti, müxalifətçiləri, mətbuat nümayəndələri çoxdandır həbs olunurdu. Amma bu ildən
tamamilə başqa bir mərhələyə keçiblər. Tamamilə başqa bir səviyyəyə keçirdiblər bu həbsləri. Ona görə də indi hesab edirəm ki, Avropa Parlamentinin yenidən bu mövzuya qayıtması, yer gəlmişəm Aşpanın da bu mövzuya qayıtması artıq o deməkdir ki, bəli, birinci şokdan çıxdılar, özlərini müdafiə edə biləcəklərinə əmin oldular. İndi Cənubi Qafqazda daha ciddi siyasət aparmağa hazırlaşırlar. Yeri gəlmişkən, təkcə Azərbaycanla bağlı deyil, Gürcüstanla bağlı da çox ciddi açıqlamalar, qərarlar var. Gürcüstanda da həbslər davam edir. Gürcüstandakı İvanişvili hökumət tərəfindən. Orada mövqelər sərtləşir və ona görə də hesab edirəm ki, Avropa Birliyi Cənubi Qafqazda demokratikləşmə mövzusuna yenidən qayıdır. Mən hesab edirəm ki, baxmayaraq ki, Prezident Trump'ın leksikonunda demək olar ki, bu əvvəlki prezidentlər qədər demokratiya, insan haqları mövzuları yoxdur, amma ABŞ hökuməti, Dövlət Departamenti də bu istiqamətdə işini davam elətdirir. Mən hər kəsə xatırlatmaq istəyirəm ki, ən azı yeni administrasiya dövründə 2 fakt düşünməyə əsas verir ki, deməli, yeni administrasiyada demokratiya və insan haqları ilə bağlı tələbləri tamamilə kənara qoymuyor. Əvvəla Dövlət Departamenti rəsmi açıqlama verib ki, İnanırıq ki, Azərbaycan hökuməti nəzərə alacaq, amma hələ də nəzərə almır ki, ABŞ hesab edir ki, müxalifətçilərə, vətəndaş cəmiyyətinə, jurnalistlərə qarşı həbslər dayandırılmalıdır və onlar azad edilməlidir. Bunu Dövlət Departamenti deyib və hətta J.D. Vance, vitse-prezidentə də istinad ediblər, onun sözlərini istinad ediblər və konqresdəki dinləmələrdə də demək Helsinki komissiyasının nümayəndələri və xüsusilə də Lantos komissiyasının həmsədri, dövlət katibi Mark Rubio sual verib, açıq-aşkar onu çağırıb Azərbaycandakı 360, o vaxt 360 idi, 375-i də keçib. 380-ə yaxınlaşır artıq məhbusların sayı Azərbaycanda. Həmin məhbusların hamısının azad edilməsi ilə bağlı Azərbaycana təsir etsin. Ona görə də hesab edirəm ki, artıq vaxt gəlib çatır. Azərbaycanda siyasi məhbus məsələsinə münasibət daha ciddiləşəcək. Mən bunu gözləyirəm. Və həm də açığı, Qərbdə də bu çox ciddi şəkildə müzakirə mövzusu idi ki, bu sanksiyalar təsirli ola bilərmi siyasi məhbusların azad edilməsi üçün? Və həm də bu sual nəyə görə daha çox yaranmışdı? Belarusa Lukashenko hökumətinə hər tərəfli sanksiyalar qoyulmuşdu və bu siyasi məhbusların azad edilməsinə gətirib çıxarmamışdı. Ona görə bəziləri tərəddüd edirdilər. Amma o tərəddüd edənlər səhv edirdilər. Tarix sübut elədi ki, onlar səhv edirdilər. Birincisi, Lukashenko hökumətinə ciddi təsir etməyən sanksiyalar, məsələn, Əliyev hökumətinə ciddi təsir edə bilər. Çünki Azərbaycanda korrupsiyanın miqyası daha böyükdür. Azərbaycanda demək olar ki, elə çox az vəzifəli şəxs var ki, onun Avropada mülkləri olmasın, hesabları olmasın. Ona görə də Azərbaycanın vəzifəli şəxslərinə insan hüquq və azadlıqlarını pozan, qanunsuz həbslərə, işgəncələrə görə məsuliyyət daşıyan vəzifəli şəxslərə ünvanlı sanksiya qoyulsa, bu əlbəttə ki, təsir eləyər. Çünki həmin şəxslərin əksəriyyətinin, dediyim kimi, Avropa ilə ciddi əlaqələri var, gediş-gəlişləri var və əmlakları, mülkiyyətləri, hesabları var. Belarusda bu belə deyildir. Ona görə Belarusda işləmədi, bu o demək deyil ki, məsələn, Azərbaycanda işləmədi. İkincisi, o argumentdə özünü doğrultmadı ki, güya bu Belarusda işləmədi. İşlədi axırı. Bu günlərdə Lukashenko özünün bir nömrəli siyasi rəqibi Sergey Tixanovskini azad elədi. Mən xatırlatmaq istəyirəm, xatırlamayan bizim soydaşlarımıza, izləyicilərimizə, Svetlana Tixanovskaya Belarusda 2020-ci il prezident seçkilərində müxalifətin vahid namizədi həmin bu Sergeyin həyat yoldaşı idi. Əsas müxalifətin əsas namizədi Sergey idi. Onu Lukashenko həbs elədiyinə görə onun həyat yoldaşı və həmin seçkilərə qədər siyasətlə məşğul olmamış evdar qadın, İngilis dili müəlliməsi Svetlana Tixanovskaya oldu Belarus müxalifətinin vahid namizədi və 80%-ə qədər səs aldı. O Belarusdakı böyük inqilab o zaman baş verdi. Amma demək istəyirəm ki, hətta ondan da önəmli Belarus müxalifətinin Lukashenko'nun əsas qorxduğu deməli lideri Sergey idi. Sergey 5 illik həbsdən sonra ona 18 il azadlıqdan məhrum etmə cəzası verilmişdi Lukashenko. Onu azad elədi. Onunla birlikdə daha 13 nəfəri azad elədi. Nəyə görə? ABŞ prezidentinin xüsusi nümayəndəsi Kit Kellogg gedib Lukashenko ilə görüşəcəkdir. Deməli, bir görüşə görə
Sergey Tixanovski başda olmaqla çox nüfuzlu siyasi məhbusları azad elədi. Amma bu tək bir hərəkət deyil. İndi kimsə düşünə bilər ki, Belarusda siyasi məhbus çox, Tixanovskinin azad olunmağı ilə məsələ bitmədi. Ötən ilin avqustundan başlayaraq bizim diqqətlə izləyən soydaşlarımız, izləyicilərimiz bilirlər bunu. Ötən ilin avqustundan başlayaraq hardasa 10 ayın ərzində Lukashenko 7-8 əfv fərmanı verib. 300 nəfərə yaxın siyasi məhbus azad edilib. Hələ də siyasi məhbus çoxdur Belarusda. Amma Belarus artıq qorxuya düşüb. Lukashenko rejimi qorxuya düşüb. Siz bir görəydiniz ki, o Kit Kellogg'u necə bağrına basırdı. Deməli, Trump'ın göndərdiyi nümayəndəni elə prezident kimi qəbul edir. Və o görüşdən ötürü bu addımları atmışdı. Deməli, bu qədər Rusiya tərəfindən dəstəklənən və bu qədər qəddar bir diktator olan Lukashenko da başa düşür ki, bu işlər pis istiqamətdə gedir. Bu yolun axırı pis qutaracaq. Və ona görə də o siyasi məhbus yükündən xilas olmaq istəyir. Baxın, ona heç kim heç nə demədən, hələ onunla diyaloq başlanmayıb. Hələ bu birinci addımdır ki, onu da deməli ABŞ prezidenti Trump atdı. Amma Avropa Birliyinin heç bir diyaloqu filanı yoxdur, heç bir sanksiya yüngülləşməsi adı yoxdur. 300-ə qədər məhbusu artıq azad edib. Bunları bəri başdan özü azad edir ki, mənlə danışın. Danışın, qalanlarını da azad edək. Bəs işləmirdi sanksiyalar. Lap yaxşı işlədi. Çünki artıq Lukashenko başa düşür ki, o tam təcrid olunub. Rusiyadan bütövlükdə Belarus iqtisadiyyatı asılı vəziyyətə düşüb və Rusiya özü də çöküşə doğru gedir. Deməli, Belarus da çöküşə gedəcək. Ona görə də məcbur olur addımlar atmağa. Və bunu Azərbaycan hakimiyyəti də izləyir, görürlər. Onlar kimisə görməyə bilərlər, amma Lukashenkonu mütləq görürlər. Və onlar da düşünməlidirlər ki, vəziyyət ora gəlib çatmadan, Azərbaycanla bağlı ünvanlı sanksiyalar başlanmadan, onsuz da Azərbaycanın günü-gündən pisləşən iqtisadi vəziyyəti daha da pisləşmədən, o cümlədən konkret olaraq iqtisadi sahələrdə də sanksiyalara bu iş gedib çıxmadan siyasi məhbusları azad eləmək lazımdır. Və bu baxımdan hesab edirəm ki, Azərbaycan hakimiyyəti bu son çağırışlara ciddi yanaşmalıdır. Avropa Parlamenti bu qitənin ən nüfuzlu parlamentidir. Və Avropa Komissiyası onu mütləq eşidəcək. Biraz gec eşidə bilər. Biraz təxirə sala bilər onun çağırışlarını. Amma sonda eşidəcək. Və Avropa Komissiyası da Azərbaycan hakimiyyətindən məhbusların azad edilməsini tələb edir. Avropa Komissiyası istəyir ki, Azərbaycanla əlaqələr dərinləşsin. Və bu Azərbaycanın maraqlarına tamamilə uyğundur. Azərbaycan hökuməti də özünü qapatmaq yolunun perspektivsiz olduğunu nəhayət başa düşsün. Ona görə də baxın, istərsiniz dövlətin təhlükəsizliyi baxımından yanaşın məsələyə, dövlətin, millətin gələcəyi baxımından yanaşın məsələyə, sosial-iqtisadi baxımdan baxın məsələyə, insanlıq baxımından yanaşın məsələyə. Azərbaycanın açılıma getməkdən başqa yolu yoxdur. Birinci, öz xalqına doğru açılacaqsan, siyasi məhbusları azad eləyəcəksən, bu işgəncə siyasətindən imtina eləyəcəksən, bu zorbalıqdan, bu cəngəllik qaydaları ilə ölkəni idarə etmək siyasətindən imtina eləyəcəksən, ikincisi sivil dünyaya açılıb, elmi, texnologiyanın, sərmayənin ölkəmizə yolunu açacaqsan. İnkişafın başqa yolu yoxdur.